bir hadisə danışım sizə. Bir neçə il bundan öncə idi. Deyəsən xutbədə oturub qardaş. Hə, buralarda olmalıdır. Hə, deməli bir neçə 3 nəfər idik. Birdən zəng elədilər bizə ki, bir nəfərin ayağı sınmışdı, uzanmışdı. Onun gəlin köməyini çevirək də qibləyə tərəf namaz qılsın. Biz də durduq, getdik üçümüz. İndi biri yaşlı idi, biri biraz məndən də yaşlı idi, amma cavan idi. Məndən kiçiklər idi. Mən tələbəyə mənə hörmət edirlər də. Gəldim, liftə mindik, yuxarı mərtəbəyə, 9 mərtəbə idi. Liftə mindik, bismillah, gedirik. Mən liftdən, amma minməmişdən qabaq, bunlar dedilər, buyur, sən ağa, yaxşıdır, sən tələbəsən, mən yəni. Belə izzətlə mindirdilər mən liftə, özləri də mindi, xülasə. Getdik, düzəltdik, qibləni düşdük. Düşəndə, yenə də mindik təzdən liftə. Minəndə liftə, bilmirəm nə imtihanı idi, nəsə oldu, üçümüzün liftin içindəyik. Lift sürətlə gedir aşağıya. Rəng ruh qaçıb, yanımdakı Ayətül Kürsü oxuyurdu. 9-dan gəlir Ayətül Kürsünü. Amma təxminən 4-cü, 5-ci mərtəbədə dayandırdı, keçirdi kəlmə-i şəhadətə. Olanlar deyirəm sizə. İnanın ki, 2-ci mərtəbəyə çatanda elə bir Allah qurban olduğum saxladı onu. Lift o yana bu yana değdi. Sonra aslıca düşdü. Qapı açılan kimi o ağa deyənlər tapdaladı mənə keçdi bayra. Mən axırda çıxdım bayra. Dedim, bunlar hamısı bir tərəfə. Dedim, sən gəl bura, o birisindən. Dedim, hə. Dedim, sən birinci Ayətül Kürsü oxuyurdun. Sonra kəlməyə şəhadət dedin. Niyə? Dedim, vallahi gördüm, çatdıra bilmirəm. Dedim, qoya çalmasa neyniyim? Kəlməyə şəhadətimi deyim, nə olar da axırı. Yaxşı, bu da sizin yorğunluğunuz bir dənə çıxsın, davam edirəm.